Salam, 6.3 eksotermik və endotermik reaksiyalara aid olan tapşırıqları nəzərdən keçirəcəyik. Eksotermik və endotermik reaksiyalar haqqında ümumi məlumat vermək istəyirəm. Eksotermik reaksiyalar istiliyin ayrılması ilə gedən reaksiyalardır. Biz burada nə başa düşürük? Yəni orada reaksiya getdiyi zaman müəyyən istilik ayrılacaq və o istiliyin hesabına biz müxtəlif yerlərdə tətbiq edə bilərik həmin istiliyi. Tutaq ki, qazı yandırmışıqsa, təbii qazın yanması hesabına istilik ayrıldığı zaman biz nədən istifadə edə bilərik? Yeməklərimizi bişirə bilərik, su qaynada bilərik və ya da özümüz isinə bilərik, evi isidə bilərik, belə deyək. Digər nə idi? Endotermik reaksiya. Endotermik reaksiya nədir? İstiliyin udulması ilə gedən reaksiyadır. İstiliyin udulması deyəndə, yəni reaksiyanın getməsi üçün temperatur şərtdir. Həmin o reaksiyanı aparmaq üçün istilik vermək lazımdır ki, o reaksiya başa çatsın. Eksotermik reaksiyalarda müsbət Q olur, endotermik reaksiyalarda mənfi Q olur. İndi birinci suala nəzər yetirək. Bəzi reaksiyalar zamanı istiliyin ayrılması müşahidə olunur. Belə reaksiyalara hansıları nümunə göstərə bilərik? Bu istilikdən hansı məqsədlər üçün istifadə edirik? Baxın, hal-hazırda hava soyuqdur və evlərin isinməsi üçün də və yaxud da ki, belə deyək, soyuq havadan gəlirik. Evə istəyirik ki, qaynar çay içək. Tutaq ki, bunun üçün nə edirik? Bizə qazın yanması lazımdır. Təbii qazı yandırdığımız zaman təbii qazın yanması zamanı istilik ayrılır və bunun hesabına yeməkləri bişirir, çay hazırlayırıq, belə deyək də, suyu qaynadırıq. Yemək bişir, su qaynayır. Hətta evləri isitmək üçün də təbii qazdan istifadə olunur. Sonra başqa nəyə misal göstərə bilərik? Hər gün işə, məktəbə gedirik və bunun üçün biz nədən istifadə edirik? Avtomobillərdən istifadə edirik. Avtomobil yanacağının yanması zamanı mobil yanacağı yanır və bu zaman müəyyən istilik ayrılır. Bu istilik isə mexaniki enerjiyə çevrilir. Mexaniki enerji nəyə səbəb olur? Avtomobilləri hərəkətə gətirir. Avtomobillərin hərəkətinə səbəb olur. Biraz qısa yazıram. Sonra başqa nəyə misal göstərə bilərik? Baxın, hər gün biz yemək yeyirik, getdik, dedik, soyuqdur, məktəbə getdik, işə getdik, gəldik və biz yorulmuşuq, acmışıq. Nə edirik? Yemək yeyirik. Yemək yediyimiz zaman, meyvə yediyimiz zaman həmin o qidalar bizim orqanizmimizdə parçalanır. Parçalandığı zaman isə müəyyən enerji ayrılır. Yəni istilik ayrılır, enerji yaranır, istilik ayrılır, enerji yaranır. Qida maddələrinin parçalanması yazaq. Parçalanması, qida maddələrinin parçalanması. Bu zaman dedik ki, istilik ayrılır və ayrılan istilik nəyə səbəb olur? Bizim fiziki zehni işlə məşğul olmamıza gətirib çıxardır. Fiziki və zehni işlə məşğul olmamıza səbəb olur. Fiziki və zehni işlə məşğul oluruq, belə də yaza bilərik. Baxın, sonra gəldi sxemi tamamla 2-ci. Reaksiya eksotermik, endotermik hansılara aid olduğunu müəyyən etməliyik. Fotosintez. Fotosintez prosesi zamanı nə baş verir? Günəş şüalarının hesabına bitkilərdə, meyvələrdə belə deyək də, bitkilər, meyvələr yetişir. Və bu hansı proses oldu? İstiliyin udulması oldu. Onda nə olacaq? Endotermik götürəcəyik biz bunu. A-nı endotermik aid eləyəcəyik. Qida maddələrinin canlı orqanizmlərdə çevrilməsi. Bayaq dedim ki, biz yemək yeyirik, meyvə yeyirik. Nə üçün? Həmin o qidalar bizim orqanizmimizdə çevrilmələrə məruz qalır və bu zaman istilik ayrılır. İstilik ayrılır, həmçinin enerji yaranır və bu enerji bizim fiziki zehni inkişafımıza səbəb olur. İstiliyin ayrılması, yəni eksotermik reaksiyalara aid olur. Yanacağın yanması. İlk əvvəl birinci sualda nə dedik? Yanacaq yanması zamanı istilik ayrılacaq. Eksotermik reaksiyalara aiddir. Çörəyin bişməsi. Çörəyi bişirmək üçün əlbəttə ki, biz müəyyən, belə deyək də, sobalardan istifadə edirik ki, istilik verə bilək. Demək ki, o nədir? Çörəyin bişməsi üçün istilik lazımdır.
o istiliyi udacaq. İstiliyin udulması ilə gedən reaksiyalar endotermik idi. Sonra hansı halda istiliyin udulması və ya ayrılmasını göstərən şərti oxlar doğru göstərilmişdir. Burada baxın, istilik udulub. Burada isə istilik ayrılıb. Bir dəqiqə. Yox, burada istilik udulub, üzrlü sayın. Bu heç. Başqa bildiyim testdə sizinlə bərabər baxıram deyə üzrlü sayın. Baxın, burada istilik udulub. Hardan bilirəm istilik udulduğunu? Çünki buz parçası və buz parçası əriyib. Udulma nə idi? -2 idi və əridi. Əridiyindən görürəm ki, istiliyi udub ki, əriyib. Sonra bura baxıram ki, alovdan neynəyəcək? İstilik ayrılacaq. İstiliyin ayrılması nə olacaq? Müsbət Q olacaq. Sonra indi bax, Novruz bayramı ərəfəsidir, tonqal yandırırlar, üzərindən tullanırlar və müəyyən istisi gəlir. Görürsünüz, ocaq yandığı zaman istisi olur və yaxud da ki, belə deyək də, xeyir işləri olsun, həmişə böyük ocaqlar qalanır və onların üzərində yeməklər bişirilir. Nəyin hesabına? İstiliyi ayrılırdı, onun hesabına. 4-cü suala baxırıq. Hal çevirmələrinin adını yazın. Onların eksotermik və ya endotermik olduğunu müəyyən edin. Baxın, burada buzlu, yəni su bərk haldadır. Burada isə su maye haldadır. Bərk haldan maye hala keçibsə nə baş verib? Ona istilik verilib. İstiliyin təsirindən buz əridi, maye hala keçdi. Neyniyib? Udub istiliyi. Udanda nə olur? -2 olur. Endotermik reaksiya olur. Sonra bu hissəyə baxırıq. B-də nədir? Biz baxırıq ki, pəncərədir. Pəncərədən su damcıları tökülür, belə deyək, süzülür. Bunu ən çox da qış aylarında müşahidə edirik ki, çöldə hava soyuq olur və pəncərəmizdə su buxarları tökülür. Su buxarı nədir? Su damcıları tökülür. Bu nədir? Bu kondensasiyadır. Kondensasiya nə idi? Buxardan maye aqreqat halına keçmə. Buxardan maye aqreqat halına keçmək üçün nə lazım idi? Baxın, deyirik, soyuq havalarda. Pəncərəmiz, belə deyək ki, çöl tərəfi də soyuqdur və beləliklə pəncərədə soyuq olduğuna görə istər-istəməz otaqda olan, belə deyək, su buxarları gedir, toxunur pəncərəyə, soyuq səthə və neynir? Su buxarları su damcısına keçərək damcı şəklində tökülməyə başlayır. İstilik nə? İstilik neynədir burada? Baxın, soyuq oldu, soyuq. Biz bayaq bərkdən mayeyə keçməni, suda bərkdən mayəni keçməni -2 olaraq götürdük ki, istiliyin udulması ilə gedir. Onda buxardan mayeyə keçməni necə götürəcəyik? İstiliyin ayrılması ilə getdi. İstiliyin ayrılması nə idi? Eksotermik reaksiya idi. Sonra reaksiyalar zamanı istiliyin ayrılması və ya udulması da nəzərə alaraq onların söz tənliyini tərtib edin. Söz tənliyi əhəng daşı parçalandıqda əhəng daşı kalsium karbonatdır. Parçalandıqda nə alınır? Kalsium oksid sığmadı bura. Üzrlü sayın. Və nə əmələ gəldi? Karbon qazı. Parçalandı. Kalsium oksid bu cür yazılır. Karbon qazı isə bizə məlumdur ki, CO2 şəklində yazır. Yazıram ki, indidən gözünüz öyrəşsin, artıq reaksiyalara alışasınız. Metan yananda onun üzərinə oksigen gəlmək lazımdır. Bunu oksigen yazaq da, oksigen kimi yazaq. Oksigen gəlirik, alınır nə? Karbon qazı və su. Karbon qazı və su. Baxın, bunu necə yazacağıq? Metan CH4-dür. Yanma deyəndə oksigen iştirakında yanma gedir. Karbon qazı CO2, su da H2O. Və baxın, əhəng daşı.
əhəng daşı parçalananda parçalanma mənfi haldır və parçalanmanı biz necə götürəcəyik? Mənfi Q olaraq. Burada reaksiyanın sağında mənfi Q yazacağım. Metanın yanmasını nə kimi götürəcəm? İstiliyin ayrılması ilə gedir. Müsbət Q olaraq götürəcəm. Azot və hidrogen birləşdikdə hazırıq azot və üzərinə gəlirəm hidrogen. Nə əmələ gəlir? Ammonyak. Birləşmə reaksiyalarını biz müsbət Q olaraq götürürük. Bu da olur müsbət Q. Və reaksiya tənliyini yazaq. Azot N2, hidrogen H2 və alınır nə? Ammonyak NH3. Sonra azot və oksigen birləşdikdə azot və oksigen birləşdikdə, yəni azot üzərinə gəlirəm oksigen. Nə alınacaq? Azot monoksid alınır. Azot monoksid. Azot monoksid. Üzürlü sayını sığdıra bilmədim bura. Ancaq yenə təkrarən deyəcəm. Bir dəfə qeydlərinizi götürə bilərsiniz. Baxın, azot və oksigenin reaksiyası birləşmə reaksiyası da olmasına baxmayaraq istisnalara aid idi. Burada istilik udulur. İstilik udulması isə mənfi Q ilə işarə olunur. Demək, birinci nə yazdıq? Əhəng daşı parçalandıqda əhəng daşını parçaladıq, əhəng daşı yazdıq, ox çəkdik. Sağda nə alındı? Kalsium oksidindən karbon qazı. Kalsium karbonat əhəng daşıdır, kalsium oksidi bu, CO2 bu. Dediyi istiliyin udulması ilə gedir. Udulanda nə olacaq? Mənfi Q yazacaq. İkincidə metan yandıqda, metan yandırmaq üçün oksigendən istifadə elədim. Metan üstə gəl oksigen, alındı nə? Karbon qazı ilə su. İstilik ayrıldı. İstiliyin ayrılması nə olacaq? Müsbət Q olacaq. Üçüncüdə azot və hidrogen birləşdikdə ammonyak alınır. İstilik ayrılır. Ayrılırsa nə olacaq? Müsbət Q olacaq. Azot və oksigen birləşdikdə azot monoksid alınır və istilik udulur. İstilik udulursa nə götürəcəm? Əlbəttə ki, mənfi Q götürəcəm. Testlərimiz elə 5 dənə imiş. Ümid edirəm ki, videolarım sizin üçün faydalıdır. Əgər suallarınız olarsa, rəy bölməsində qeyd etməyi unutmayın. Diqqətiniz üçün minnətdaram. Digər izahda görüşmək ümidi ilə sağ olun.